Bəzən sözlər kifayət etmir, niyyət özünü göstərir. Bəzən səssizlik ən uca çağırışa çevrilir. Qurban bayramı da məhz belə müqəddəs gündür. Bu gün yalnız bir ibadət deyil, eyni zamanda mənəvi dəyərlərin, iman və fədakarlığın zirvəsidir. İbrahim Peyğəmbərin övladını qurban verməyə hazır olması insanlıq tarixində Allaha sarsılmaz təslimiyyətin və dərin imanın ən güclü simvoluna çevrildi. Bu hadisə bizə yalnız itayəti deyil, həm də əsl mənəvi böyüklüyü öyrətdi. Bugün biz həmin mənəvi dəyərləri yaşadırıq. Qurban yalnız heyvan kəsmək deyil, ürəyi genişləndirmək, qəlbi təmizləmək, paylaşmaq və mərhəmət göstərməkdir. Əsl qurban bir tikəni bölmək, bir qəlbi sevindirmək, bir insanın yükünü yüngülləşdirməkdir. Qurban bayramı bizə birlik, bağışlama və barışa dəvət edir. Gəlin bu bayramda yalnız süfrələrimizi deyil, qəlblərimizi də açaq. Qoy bu müqəddəs bayram hər evə bərəkət, hər qəlbə sevinç, hər niyyətə xeyir gətirsin. Qurban bayramınız mübarək olsun.